Biz sizinle Kur'an'ın 51. ayesine kadar, Bəqərə suresinin 51. ayesine kadar morfoloji təhlilləri vermişik. İndi isə demək 51. ayəyə qədər belə hesab edirəm ki, sizlərə lüğət tərkibi haqqında məlumat vermək daha yararlı olardı. Lüğətdən istifadə etmək üçün hər bir demək elm istifadə qaydalarından deməli istifadə etməyi olmalıdır. Bunun üçün xüsusi bilik və bacarıq tələb olunur. İndi inşallah Fatihə surəsi 1-ci ayədən başlayaq və görək tərkibləri nə buyurur? Binin mənası ərəb dilində ilə, də deməkdir. Çox mənalıdır. Bismillah kəlməsində mənası ilədir. Mərhəmətli və mehriban Allahın adı ilə. Demək, ilə demək, ön qoşmadır. Mənası ilədir və bitişik yazılır. Sonra Ər-Rahmanu, Ər-Rəhmanunun mənası rəhməti və mərhəməti çox böyük olana deyirlər ki, bu da yalnız və yalnız Allah Taalaya nədir? Aiddir. Ər-Rəhmanu kəlməsi mübaliğə dərəcəsində olan sifətdir və rahimə feilindən əmələ gəlib. Ər-Rahimu mərhəmətli, şəfqətli, acıyıcı, rəhməti davam olana deyilir. Bunun da kökü, yəni bu da mübaliğə dərəcəsində olan sifətdir. Kökü rahimə feilindəndir. Fatihə surəsi 2-ci və 4-cü ayələrdə rast gəldiyimiz lüğətlər. Əlhəmdu, həmd, şükür deməkdir. Tərif və alqış mənasındadır. Demək, əlhəmdu özü həmidə feilindən əmələ gəlib. Ər-Rabbu, Rəbb, Malik, ibadət olunan varlığa deyilir, Ər-Rabbu. Sonra gəlir bizdə Əl-Aləminə, Əl-Aləminə mənası aləmlər deməkdir. Cəmdədir, isimdir, təki isə nədir? Əl-Aləmdir. Sonra Ər-Rəhmanu, bunun barəsində Bismillah kəlməsində buradakı dedik, Ər-Rəhmanu mübaliğə dərəcəsində olan sifətdir. Rəhməti və mərhəməti çox böyük olana deyirlər. Rahimə feilindən əmələ gəlib. Ər-Rahimu mərhəmətli, şəfqətli, rəhməti davam olana deyirlər. Bu da Allah Taalaya məxsus olan sifətdir. Rahimə feilindən əmələ gəlib. Mələkə yəmliku milkən mənası malik olmaq və sahib olmaq mənasındadır. Buna ərəb dilində salim feillər deyirlər. Salim feillər o feillərə deyilir ki, onların tərkibində nə əlif var, nə yə var, nə vəv var, nə də qoşalaşan samit var. Demək, mələkə yəmliku milkən nə deməkdir? Malik olmaq, sahib olmaq mənasındadır. Necə surədə deyilir, Məliki Yavmiddin, din gününün yiyəsi, bu həmin o malik kəlməsidir, sahib kəlməsidir. Əl-Məliku, Əl-Məliku ismi faildir. Sahib, malik deməkdir. Fəilun modelindədir və bax bu mələkə feilindən əmələ gəlib. Demək, ismi faillər nədir? Feildən əmələ gəlir. Sonra əd-dinu, şəriət, din deməkdir. Sonra gəlir bizdə əyyəmun, günlər deməkdir. Əl-yavmu, yavmiddin deyirik. Həmin ay yavmudur. Mənası nə deməkdir? Gün, əl-yavmu, gün, cim, burada yəni cəm deməkdir. Əyyəmun nə deməkdir? Günlər deməkdir. Sonra Fatihə surəsi 5-ci ayə İyyəkə, yəni yalnız sənə mənasındadır. İyyəkə sənə mənasındadır. İyyə burada, iyyə birgəli ədatıdır. Kə isə nədir? Bitişən əvəzlikdir. İyyə ədatı yalnız bitişən əvəzliklərlə işlədilir.
Məsələn, İyyəyə, yalnız mənə, İyyəkə, yalnız sənə, İyyəhu, yalnız ona. Bax, bu mənalarda belə işlətmək olur. İyyə birgəlik ədatı, kə isə nədir? Bitişən əvəzidir, kişi cinsinə məxsusdur. Mənası yalnız sənə. İyyəkə nəğbudu deyirik, yalnız sənə ibadət edir. Bax, həmin o İyyəkədir. Abədə yəğbudu, Fatihə surəsində deyirik, nəğbudu, sənə ibadət edirik. Və həmin bu abədə yəğbudu feilindən əmələ gəlib. Mənası ibadət etmək, qulluq etmək, itayət etmək nədir? Mənalarındadır. Sonra Fatihə surəsində deyirik, nəstəğinu, yəni bu istiğanə feilindən əmələ gəlib. İstiğanə, yəstəğinu, istiğanətən, mənası yardım istəmək, yardım tələb etməkdir. Gördüyünüz kimi buradadır, mənası verilib. İstiğanə, bu istiğanə demək feilin istəfələ babındadır. İstəfələ babındadır. İ-sı-tı burada babın hərfləridir. Anə isə köklər hərfləridir. Bunun kökü aunundur. Ayn, vəv və nudan ibarətdir. Əgər biz istiğanəni lüğətdən tapmaq istəsək, əgər kök hərflərini bilməsək, heç vaxt lüğətdən bu sözü tapa bilməyəcəyik. Lüğətə müraciət edirik. Ayn, vav, vəv və nun hərflərini tapıb, orada olan bablara müraciət etsək, görəcəyik ki, istiğanə var. İstiğanə keçmiş zaman feili, yəstəğinu indiki gələcəyidir və istiğanətən isə nədir? Onun nədir? Məsləridir. Demək, Fatihə 6, hədə, yəhdi, hudən, hidayətən. Hədə mənası hidayət etmək, yol göstərmək mənasındadır. Demək, hədə 3 samitli feildir. Naqis feillər qrupuna aiddir. Çünki sonunda yə hərfi var. Yəhdi, hidayət edir deməkdir. İndiki gələcək zamanı. Hudən isə onun məsləridir. 2 dənə bunun məsləri var. Hudən və hidayətən. Hudənin mənası isə nədir? Hidayət etmə. Hidayət etmək yox, hidayət etmə mənasında olacaqdır. Sonra gəlir növbəti bizdə söz əs-sıratu. Əs-sıratunun mənası nə deməkdir? Doğru və düzgün yol deməkdir. Düzgün və doğru yol kökü sad, ra və ta hərflərindən ibarətdir. İsimdir və müəyyənlikdədir. Əl-müstəqimu nə deməkdir? İsmi faildir. Bu əl-müstəqimu istəqamə yəstəqimu feilindən əmələ gəlib və ismi fail. Hansı babın ismi faildir? İstəfələ, yəstəf'ilu, istifalun babından əmələ gəlib. Yəni, feilin 10-cu babından əmələ gəlib. Burada mu, ismi failin musudur. S-tı babların demək hərfləridir. S-tı bab hərfləridir. Qa, vəv və mim hərfləri isə nədir? Kök hərfləridir. Yəni, müstəqim sözünü tapmaq istəsək, qaf kök hərflərini tapıb, lüğətə baxırıq. Bunun kökü qamə feilindəndir. Qamə. O da, onun da kökü qamədə, qavəmədən əmələ gəlib. Oldu nə? İsmi fail. 10-cu babın ismi faili. Bəlkə lüğətdə burada yazılmasa da, amma buradan təyin eləmək olur ki, istəqamə, yəstəqimu, istiqamun feilindən. Yəni, bu 10-cu babın ismi failidir. Gördüyünüz kimi yazılıb, əcvaf istifal. Yəni, əcvaf dedikdə boş feil deyilir. Qamə feili boş feillər qrupuna aiddir. Fatihə 7. Əlləzinə mənası kimsələr deməkdir. O kəslər ki deməkdir. Nisbi əvəzlikdir və cəmdədir. Sonra ən'amə yun'imu in'amən.
Demək o Fatihə surəsində deyirik en'amte. Bax o həmin o en'ame fiilidir. En'ame nemət vermək, yun'imu nemət verir, in'amen nemət vermə. Demək bizdə yun'imu fiilin indiki gələcək zamanıdır. İn'amen isə nədir? Onun məsləridir. İf'al babıdır. İf'al babı. Yəni fiilin 4-cü babıdır. Əf'ələ yuf'ilu if'alun. En'amə yun'imu in'amen. İf'al babı mənası nə deməkdir? Nemət vermək mənasındadır. Nemət vermək. Sonra gadibə yağdabu gadbən. Bax bu Fatihə surəsində məğdubi kəlməsi var ki, qəzəbə gəlmişlər. Həmin bu gadibə feilindən əmələ gəlib. 3 samitli feildir. Salim feillər qrupuna aiddir. Gadibə qəzəbə gəlmək, yağdabu qəzəbə gəlir, gadbən qəzəbə gəlmə mənasındadır. Sonra bizdə gəlir əl-məğdubi aleyhim. Mənası nədir? Kəndlərinə qəzəb edənlər. Yəni özləri qəzəbə gəlmişlər mənasındadır. İsmi məf'uldur. İsmi məf'uldur. Hardan bildik? Çünki bu qadibədir bunun kökü. Məf'ulun modelindədir. Məf'ulun modelindədir. Biz bilirik ki, bunun məğdubu qəzəbə gəlmişlər deməkdir. Aleyhim isə burada məğdubu ismi məf'ulu lüğətə baxsaq, alə ön qoşması ilə işlənir, bir yerdə işlənir. Ona görə də burada əl-məğdubu aleyhim bir şəkildə eyni vəziyyətdə verilmişdir. Yəni, alə ön qoşması ilə işlədiyinə görə əl-məğdubu yanaşı verilmişdir. Özləri qəzəbə gəlmişlər mənasındadır. Sonra burada gəlir bizdə dallu, əd-dallu, Fatihə surəsində olan əd-dallin nədir? Əd-dallu müdaaf feildir, fəilun modelindədir, ismi faildir və tərkibində qoşalaşan samit olduğuna görə 2 dənə ləm, ona görə bunun adı nə adlanır? Müdaaf adlanır. İsmi faildir. Demək, dallu nədir? Sapan, doğru yolda olmayan, azan mənasındadır və dallə yədillu feilindən əmələ gəlib. Dallə yədillu mənasında. Sonra növbəti bizdə gəlir, demək, Bəqərə surəsi gəlir. Bəqərə surəsi 1-ci, 2-ci ayələr. Orada əlif, lam, mim var. Əlif, lam, mim müqəddəyə hərflər qrupuna aiddir və kəsilmiş hərflər deyirlər buna. Ümumiyyətlə, hərflərin təhlilləri nədir? Olmur. Sonra zəlikə, bu işarə əvəzliyidir ərəb dilində. Kişi cinsinə mənsubdur. Qadın cinsi tilkə, kişi cinsi isə nədir? Zəlikə olur. O, bu mənasındadır. Əslində, Quran-ı Kərimdə bu kimi işlədilir, bu, amma mənası odur. Niyə görə bu kimi işlədilir Quranda? Çünki zəlikəl kitabı deyirik ki, Bəqərə surəsində, o kitab dedikdə, o kitab uzağa olan varlığa işarədir. Amma Quran-ı Kərim əllərdə olduğuna görə, bizə yaxın olduğuna görə bu kitab şəklində tərcümə olunub. Zəlikə hallanmır. Sonra əl-kitabu, kitab isimdir, cəmi kutubundur, kitablar. Lə, xeyr, yox, deyil, inkar ədatıdır. Həm isimlərlə işlənir, həm də feillərlə işlənir. İsimlərlə işlənəndə buna mütləq inkar deyirlər. Feillərlə işlənəndə buna ərəb dilində lay nəfi deyirlər. Raybun, şək, şübhə mənasındadır, isimdir. Fihi, onda içində mənasındadır. Fi, dadə, hi isə o deməkdir. Bir yerdə olur nə? Onda və ya içində mənasındadır. Sonra hudən, rəhbər, hidayət, doğru yol deməkdir. Doğru yol. Demək, bu da nədir bizdə?
isimdir və hallanmır, hallanmaz bu. Adlıq, yəli və təsirli elə huden şəklində də nədir? Olur. Sonra hədə, yəhdi, hidayətən hudə. Hədə, hidayət demək, hidayət etmək, yəhdi, hidayət edir, hidayətən, hidayət etmə və yaxud hudən. 2 dənə məsdəri vardır bunun. Sonra əl-muttəqi. Əl-muttəqi nədir burada? İsmi faildir. Hansı babdadır? İndi bunu deyəcəyik. Bu əl-muttəqi ittəqa yəttəqi fiilindən əmələ gəlib. Bu iftəalə babındadır. Yəni kökü vəqadır. Vəqa, ivtəqa oldu ittəqa. Əl-muttəqi də bunun ismi faili olacaqdır. İftəalə yəftəilu iftəalən, muttəqiyun isə bunun nəyidir? İsmi faili olacaqdır. Sonra müttəqi nə deməkdir? Qorunan deməkdir. Bəqərə 3. Əlləzi, o kimsə ki, cəmi isə onlar nə? Əlləzinə. Bu da nisbi əvəzlikdir və bunlar da hallanmır. Sonra əmənə yu'minu imanən bi. Bəqərə surəsi 3-cü ayədə bax bu əmənə fiili. Əmənə özə bi ön qoşması ilə neynir? İşlənir. Əmənə. Buna fikir verirsiniz, yazılır. Məhmus feildir. İf'al babıdır. İf'al babı dedikdə, yəni 4-cü bab nəzərdə tutulur. Əf'ələ yuf'ilu if'alun. Babı bunun məsdəridir. İnanmaq və iman etmək mənasındadır və həmzəli feillər qrupuna aiddir. Bir ön qoşması ilə işlədilir. Əmənə iman gətirmək, yu'minu iman gətirir, imanən iman gətirmək məsdərdir. Sonra gəlir əl-qaybuğuyubun. Əl-qaybu qeyb,ğuyubun qeyblər deməkdir. Cim, yəni cəm deməkdir. İsmin cəmiğuyubundur. Yəni qeyb, görülməyən bir şey, gözlə duyğulanmayan bir şeyə qeyb aləmi deyirlər. Üstü örtülü bir şeyə deyirlər qeyb. Əqamə yuqimu iqamətən. Burada əqamə demək, əcvaf feildir. İf'al babının feilidir. Yəni mənası qılmaq, yapmaq, yəni etmək, yerinə yetirmək mənasındadır. Orada ki, Bəqərə surəsində yuqimunə salətə var. Həmən o yuqimunə əqamə feilindən əmələ gəlib. Feilin 4-cü babındadır. Əslində bu feil əqvamə idi. Əf'ələ modelində idi. Əqvamədə vaf hərfi çevrildi əlifə. Elal qaydalarına görə oldu əqamə. Yuqvimu oldu yuqimu. İqamətən də bunun nədir? Məsdəridir. Yəni etmək, qılmaq, qılır, yuqimu, iqamətən qılma. Sonra gəlir bizdə əs-salatu, cəmi ola salavatun, namaz, dua və rəhmət deməkdir, isimdir. Mimmə, mənası şeylərdən, tərkibi min, dandən və mə nisbi əvəzliyindən ibarətdir. Nə deməkdir? Min, dandən, mə isə nə deməkdir? Sonra razəqa, yarzuqu, razqan. Bunun mənası budur ki, ruzu vermək, xeyirdə bulunmaq, yəni xeyirdə olmaq mənasındadır. 3 samitli feildir və salim feillər qrupuna aiddir. Razəqa, ruzu vermək, yarzuqu, ruzu verir, razqan, ruzu vermə. Bunun nəyidir? Bizdə olacaq bu, demək bunun razəqa keçmiş zaman feili, yarzuqu indiki gələcək zamandır, razqan isə bunun məsdəridir. Ənfəqa, yunfiqu infəqan. Ənfəqa, demək Bəqərə surəsindəki yunfiqunə var, həmin o ənfəqa feilindən əmələ gəlib. Demək, xərcləmək, infaq etmək mənasıdır, əlindən çıxartmaq mənasındadır. Ənfəqa, if'al babı.
İf'al babı nə deməkdir? Yəni feilin 4-cü babı əf'ələ yuf'ilu if'alun. Ənfəqə yunfiqu infəqan. Ənfəqə 4-cü babdadır. Kökü nun, fə və qafdan ibarətdir. Ənfəqəni lüğətdə biz tapmaq istəsək, nun, fə, q hərflərini, qaf hərflərini tapıb, lüğətə baxsaq, ənfəqə feilin mənalarını tapacağıq. Sonra Bəqərə surəsi 4-cü ayə. Ənzələ yunzilu inzələn. İf'al babıdır. Mənası endirmək deməkdir. Demək, əf'ələ yuf'ilu if'alun babındadır. 4-cü babdadır və mənası endirmək, nazil etmək mənası da var. Kök hərfləri nun, z və ləm hərflərindən ibarətdir. Unzilə if'al babındandır. Mazi məhsul feildir. Mənası endirilmək deməkdir. Yəni feilin məhsul növündə olduğuna görə bunun mənası olacaq endirilmək və dediyimiz kimi bunun ənzələ məlum növdür, unzilə isə nədir? Məhsul növdədir. Endirilmək. İləykə sənədir. Sənə mənasındadır. İlə ön qoşmasından a, ya və kə sən bitişindən ibarətdir. Min qablikə səndən öncə. Burada min dandən, qablikə səndən öncə. Qabli əvvəl kə sən. Sonra əygənə yuqinu iqanən. Bu if'al babındandır. Demək, if'al babının mənası nə deməkdir? Yəqinliyi olmaq, inanmaq mənasındadır. Feilin 4-cü babındadır. Yəni, əygənə inanmaq, yuqinu inanır, iqanən inanma. Bəqərə 5. Uləikə alə hudən min rabbihim. Onlar deməkdir mənası. Uzaqda olan varlığa işarədir. Həm kişi və həm qadın cinsinə aiddir. Hudən, hidayət, doğru yol deməkdir. Əl-muflihu, demək, əfləhə yuflihu feilindən əmələ gəlib. Gördüyünüz kimi yazıb, if'al babından ismi faildir. Kurtuluşa erən, yəni nicat tapan mənasındadır. Demək, əfləhə yuflihu muflihun feilin 4-cü babının nədir? İsmi failidir. Bu da belə, demək, Bəqərə surəsi 5-ci ayə. İndi isə keçirik növbəti, demək, ayələrin lüğət tərkibinə baxırıq. Demək, Bəqərə surəsi 6, 7, 8 və 9-cu ayələrə. İnnə mənası həqiqətən, şübhəsiz, gerçəkdən deməkdir. Bəqərə surəsi innəlləzinədən başlayır, həmin o innədir. Sonra kəfərə yakfuru kufuran kufran. Mənası nə deməkdir? Kafir olmaq, gizləyib örtmək mənasındadır. Nankörlük etmək mənasında, imandan çıxmaq mənasındadır. Kafir olmaq mənasındadır. 3 samitli salim feildir. Kəfərə keçmiş zaman, yakfuru indiki gələcək zamandır və biz dərslərdə onu demək ki, Bəqərə surəsinin morfoloji təhlilini verərkən biz orada dedik ki, əgər varsa feilin önündə, əgər nitq hissəsinin önündə, bu çox vaxt feil olur. Çünki atəynə hərfləridir ki, o nitq hissəsinin önündə olanda o feil olur. Yakfuru, buradan bilir ki, bu feildir. İndiki gələcək zamanda kufuran nədir? Küfür etmə mənasında və kufran. Bunun 2 dənə məsdəri var. Kufran da onun məsdəridir. Sonra səvəun ayədə gəlir və səvəun aleyhim gəlir. Səvəunun mənası fərq etməz deməkdir. Fərq etməz. Musavi mənası da var. Yəni fərq etməz, bərabər mənası da var. İsimdir və bunun kökü lüğətdən tapmaq istəsək, hörmətli dinləyicilər, bunun kökü sə və yədir. Lüğətə baxırıq, sə və yə hərflərini tapırıq,
Orada səvə unun mənası lüğətdə veriləcəkdir. Əgər biz kök hərflərini bilməsək, onda lüğətdən heç vaxt bunun mənalarını əldə eləyə bilməyəcəyik. Sonra əm, ləm, sədə, məsada. Yəni, indi biz baxacağıq. Olumsuzluq eki ləm ilə birlikdə. Yəni, inkar ədatı ləm ilə birlikdə işlədiksə, sədə, məsədə mənasında nədir? İşlədilir. Sonra, ənzərə yunziru, ənzərə yunziru mənası nə demək? Qorxutmaqdır, qorxutmaq. Sonra, ənzərə feilin dördüncü babındadır. Fikir verirsiniz, yazılıb, if'al babındadır. İf'al babında. Əf'ələ, ənzərə, yunziru, bunun indiki gələcək zamandadır. Uyardı, yəni xəbərdarlıq etmək və qorxutmaq iki cür mənada işlədilə bilər. Sonra, xatəmə, yaxtimu, xatmən mənası möhür vurmaqdır, möhür vurmaq. Damğalamaq, möhürləməkdir mənası, möhürləmək. Əslində bu, ələ ön qoşması ilə işləməli idi, nəysə lüğətdə verilməyib. Amma lüğətlərdə xatəmə, ələ mənası möhürləməkdir. Bax, orada ayədə ki, deyirik, xatəməllahu alə qulubihim, orada alə ön qoşması ilə işlənib. Lakin kitabda nədənsə verilməyib. Damğalamaq, möhürləmək. Özdə təsirli feildir. Nəyi möhürləmək, nəyi möhürləmək? Bu artıq təsirli feillər qrupuna nədir? Aiddir. Sonra, əl-qalbu, qulubun, əl-qalbu, qəlb, cəmdir. Yəni, qulubunda bunun cəmidir, qəlblər. Şavətən, pərdə deməkdir. İsimdir, qeyri-müəyyənlikdədir. Bunu biz lüğətdən tapmaq istəsək, Ğəşəvəni lüğətdən tapırıq və həmin o sütunlarda qişavətun verilib isimdir, mənası pərdədir. Sonra əlbəsaru, göz, əbsarun gözlər, isimdir. Sonra səmi'a, yəsmə'u, səm'an feildir, fəilə, yəf'alu modelindədir. Səmi'a, eşitmək, yəsmə'u, eşidir, səm'an, eşitmə, məstərdir. Eşitmək, gördüyünüz kimi eşitmək, duydu, kulaq verdi. Yəni, qulaq asmaq mənasındadır. Sonra, Qazzəbə, yuğazzibu, bu isimdir. Qazəbun isimdir və qeyri-müəyyənlikdir və isimdir və qeyri-müəyyənlikdədir. Qazimunun mənası böyük deməkdir. Mübaliğəli ismi faildir. Qazimə feilindən əmələ gəlib. Sonra böyük. Sonra gəlir bizdə ən-nəsu, insanlar. Bunun təki insundur. Əmənə yu'minu imanən bi mənası iman gətirməkdir. Məhmus feildir və if'al babındadır. Yəni bu həmzəli feildir. Əmənə dördüncü babdadır. Yu'minu iman gətirir. İmanən iman gətirmə və bi ön qoşması ilə işlənir. Bu həmin o bin qoşmasıdır ki, tamamlığın önünə keçir və isimləri yəlik al vasitəsilə də idarə edir. Əl-yavmu gün, əyyəmun günlər. Burada cim, yəni təkrarlayan bu cəmə aiddir. Gəlir müminun ismi faildir, iman edənə deyirlər. Yəni mömin. Mömin əmənə yu'minu bi feilin dördüncü babının ismi failidir. Demək, əl-müminun əmənə feilindən nədir? Əmələ gəlibdir. Sonra əxirun, son, axirət. Bu da nədir? İsimdir. Sonra xadəğə, yuxadiğu, muxadəğətən. Müfailə babındandır. Aldatmaq, tuzaq qurmaq. Yəni fırıldaq gəlmək mənasındadır. Fəalə, yufəilu, müfəalətən babındadır. Yəni feilin, demək bu neçənci babında olacaq? Fəalə ikinci bab, fəalə üçüncü bab. Feilin üçüncü babında olacaq.
demək aldatmaq mənasındadır. Kökü xadəğədir. Xadəğə. Bunu tapsaq lüğətdən və həmin sütunda, feil sütununda xadəğə feilini neynəyəcək? Tapacaq. Xadəğə keçmiş zaman feili, aldatmaq, yuxadi'u aldadır, muxadəğətən aldatmaq. Xadəğa yaxdiğu xadğan aldatmaq, tuzaq qurmaq, yəni fırıldaq qurmaq. 3 samitli feildir. Fəalə yəf'alu modelindədir. Bəqərə surəsi 10, 11, 12 və 13-cü ayələr. Qalbun qəlb, qulubun qəlblər cəmdədir. Zədə yəzidu ziyadətən əcvaf feildir. Yəni ikinci kök samiti bunun ya vəv ya yədən ibarətdir. Çox güman ki, burada zəvədə olmalıdır bunun kökü və lüğətdə baxırıq zəvədəyə və yaxud zəyədəyə, zədə feilinin mənası olur. Nə deməkdir? Zədə artmaq. Sonra gəlir bizdə məridə, yəmradu, məradun, məridə xəstələnmək, yəmradu xəstələnir, məradun xəstələnmə. Bu da bizdə feildir, 3 samitli feildir və salim feillər qrupuna aiddir. Sonra məradun, bu artıq isimdir, feil deyil, məradun xəstəlik deməkdir. Kəzzəbə yukəzzibu kəzibən, yalan söyləməkdir mənası. Kəzəbə yəkzibu kəzibən, yəni 3 samitli feildir. Kəzəbə keçmiş zaman, yəkzibu indiki gələcək zaman təksib edir, yalan söyləyir. Kizbən yalan söyləmə mənasındadır. İzə dığı, diği zamandır bu. Bu Azərbaycan dilində dıqdə, dikdə, duqdə, düşdə zaman mənası da var. Bu demək tabeli şərt budaq cümlələri, tabeli mürəkkəb cümlələrdə bu bağlayıcı rolunda çıxış edir. Sonra qilə deyildi. Qalənin məhsul feilidir. Bəli, quvilə idi, əslində oldu qilə, deyildi. Sonra əfsədə yufsidu ifsədən mənası fəsad etmək, pozmaq etməkdir. Əfsədə feilin 4-cü babındadır. Əfələ yufsidu fəsad edir. İndiki gələcək zamanı ifsədən fəsad etmə mənalarındadır. Sonra gəlir bizdə əsləhə, yuslihu, isləhən ifal babıdır. Yəni feilin 4-cü babındadır. Əfələ, yuf'ilu, if'alundur. Mənası islah etmək, düzəltmək mənalarında nədir? İşlənir. İnnəmə mənası ancaq deməkdir. Bu ədatdır. Muslihun, muslihun demək ismi faildir. Mənası islah edən deməkdir. Sonra islah edən feilin 4-cü babının ismi failidir. Sonra ələ, diqqət edin, iyi bilin, yəni yaxşı bilin. Buna deyirlər tənbih ədatı, tənbih ədatıdır. Sonra qalimə, ya'lamu ilmən, qalimə demək bilmək, ya'lamu bilir, indiki gələcək zamanı, ilmən bilmə, salim feillər qrupuna aiddir. Fəalə, yəf'alu modelindədir, bilməkdir. Özə təsirli feillər qrupuna aiddir. Sonra mufsidun ismi faildir. Mənası fəsad törədən mənasındadır. Mufsidun feilin 4-cü babının əfsədə, yufsidu, mufsidun. Bax, həmin o babdandır. İsmi faildir. Sonra gəlir bizə ləkin, istidrak hərfi deməkdir, fəqət mənasındadır. Bu ədatdır. Sonra şəğərə, yəşğuru, şuğuran anlamaq deməkdir, hiss etmək deməkdir. Şəğərə, fəalə modelində olan feildir. Yəşğuru, yəf'ulu modelindədir, indiki gələcək zamanlı, anlayır. Şuğurun, anlama, anlamaq yox, anlama mənasındadır. Sonra izə, bu dedik,
zaman deməkdir mənası. Şərt büzaq cümləli, tabeli mürəkkəb cümlələrdə işlədilib bağlayıcıdır. Kəmə mənası kimidir, kimi. Sonra əs-səfihu sufəhəu. Bax, Bəqərə surəsində rast gəldiyimiz sufəhəu kəlməsi cəmdədir. Onun təki əs-səfihudur. Beyinsiz, ağılsız, səfih insanlara bunu nədir deyirlər? Kökü nədir? Sin, fə, hə hərflərindən ibarətdir. Sonra Bəqərə surəsi 14, 15 və 16-cı ayələr. Demək, ləqiyə, yəlqa, liqaən. Demək, ləqiyə mənası nə deməkdir? Qarşılaşmaq, görüşmək. Görüşməkdir bunun mənası. Naqis feildir. Ləqiyə, burada ləm hərfi yaddan çıxıb yəlqa olmalıydı. Kitabda texniki səhv var. Ləqiyə, görüşmək, qarşılaşmaq. Yəlqi, qarşılaşır. Liqaən, qarşılaşma. Sonra əş-şeytanu, şeyatinu, şeytan, cəmi sənədir şeyatin. Sonra xələ, yaxulu ilə. Mənası nədir? Baş-başa qalmaq, yəni xəlvətdə qalmaq. Xələ, keçmiş zaman feili, yaxulu, indiki gələcək zamanıdır. İlə, ön qoşması ilə bir nədir? İşlənir. Və naqis feildir. Niyə görə naqis feildir? Çünki xələnin kökündə bir nə vardı? Vav hərfi var idi, o da döndü, oldu xələ. Sonra bizdə gəlir nə? İnnəmə, ancaq, ədatdır bu. Sonra mustəhziun. Bəqərə surəsində bu var. Mustəhziun kəlməsi var. Mənası istehza edənlər deməkdir. İstəhzəhə, yəstəhziu feilindən əmələ gəlib. Yəni istəfələ, yəstəfilu babından əmələ gəlib. Baxın, baba baxaq. İstəfələ, yəstəfilu, mustəxfilun. Yəni mustəhziundur. Mustəhziun. Bu olacaq. Feilin 10-cu babının ismi faili. Mustəhziun nədir? Alay edən, yəni lağ edən, istehza edən mənasındadır. Sonra istəhzəə, bax burada elə dedik, istəhzəə, yəstəhziu, istihzaən, demək, istifal babıdır, alay edən, yəni neyniyən? Araya qoyan, istehza etmək mənasındadır. Dedik, məddə yamuddu muddən, müzaaf feildir, yəni tərkibində şəddəli. Yəni, iki dənə eyni hərf var. Buna ərəb dilində muzaaf feillər deyirlər. Məddə demək, çəkmək, uzatmaq. Məddə çəkmək, uzatmaq. Yamuddu çəkir. Məddən mənası nədir? Çəkmə deməkdir. Sonra gəlir bizdə tağa, yətğa, tuğyanən. Tağa demək nə deməkdir? Həddini aşan, azmaq deməkdir. Həddi aşmaq, azmaq. Tağa feil naqis feildir. Niyə görə naqis feildir? Çünki sonunda nə var? Yə var. Tağa, yətğa, tuğyanən. Tağa keçmiş, yətğa indiki gələcək zaman feilidir. Tuğyanən isə nədir? Bunun məsdəridir. Azan, azmaq, azır, azma mənasındadır. Sonra gamihə, yəğməhu, gamhən. Bunun mənası başlı başına qalmaq, sərgardan qalmaq mənasındadır. Gamihə salim feillər qrupuna aiddir. Fəilə modelindədir. Yəğməhu, yəf'alu modelindədir. Gamhən isə bunun nədir? Məsdəridir. Sonra iştəra, yəştəri, iştiraən. Naqis feildir, iftial babıdır. Yəni iftəalə, yəftəilu, iftialəndir. Burada babın kök hərfləri şin, ra hərfi, t, burada i və t hərfləri babın hərfidir. Şin, ra, yə isə kök hərfləridir.
İştara, yəni iftaraya idi, iştaraya oldu iştara. Yeşteri, indiki gələcək zamanı satın alır. İştiraən, satın alma. Demək, bu oldu bizdə iftəalə babında olan nə? Feil. Biz lüğətdən bunu tapsaq, şin, ra, yə hərflərini, kök hərflərini tapıb və həmin sütunda iştaraya aid iştara feilini tapa biləcəyik mənasının. Sonra rabihə yərbəhu mənası qazanmaq, qazanmaq, əldə etmək nəsə ticarətdə. Demək, rabihə qazanmaq, yərhəbu qazanır. Bəqərə surəsində bunun barəsində son ayələr, burada vərəqin sonunda, yəni Fatihə surəsinin vərəqin sonunda rabihət ticarət uxfun var. Həmin o rabihədir. Mənası qazanmaqdır. Sonra dallə yadillu dalalətən müzaaf feildir. Yəni tərkibində qoşalaşan samit var. 2 dənə ləm samiti var. Demək, sapmaq, dallə, azmaq, zəlalətə düşmək, yadillu dalalətən. Yadillu nədir? Zəlalətə salır. Dalalətən yolunu azma mənasındadır. Ticarətun, ticarət qazanc. İsimdir, isim. Sonra kənə yakunu kaunən. Əzvaf feildir. Mənası olmaqdır. Kənə olmaq, yakunu olur, kaunən olma mənasındadır. Sonra əl-muhtədi, bu naqis iftial babındandır. Yəni iftəalə babındandır. İhtədə, yəhtədi, ihtidaən. Bax, bu feildən əmələ gəlib. İftəalə, yəftəilu, iftialən, muftəilun isə onun nədir? Naqis feilin. Bu nədir? İsmi failidir. Əl-muhtədi, yəni hidayətə çatan mənasındadır. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.